Tarik suresi Məkkədə nazil olmuşdur. 17 ayəd. Bağışlayan və mehriban Allah'ın adıyla. And olsun göyə və gecə gələnə, gecə peyda olub gündüz qeyb olana. Ya Peyğəmbər, sən nə bilirsən ki, gecə gələn nədir? O zülməti yaran parlaq ulduzdur. Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi, mələk olmasın. Elə isə insan nədən yaradıldığına bəsirət gözü ilə bir baxsın. O axıb tökülən bir sudan, nütvədən yaradılmışdır. O su kişilərin bel sümüyündən, qadınların isə kök sümüyündən çıxar. Həqiqətən Allah insanı öləndən sonra yenidən diriltməyə qadirdir. Bütün sirlərin aşkar olacağı o qiyamət günü, o gün insanın nə əzabı dəf edəcək birisi, nə də bir köməkçisi olar. And olsun yağış sahibi olan göyə, and olsun növbə-növ bitkilər yetirmək üçün yarılan yerə ki, bu Qur'an haqla nahaqqı ayırt edən kəlamdır. O oyun oyuncaq, əyləncə deyildir. Həqiqətən Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün hilə qurdular. Mən də hilələrinə qarşı onlara cəza verirəm. Elə isə ya Peyğəmbər, kafirlərə möhlət ver. Onlara azacıq möhlət ver.